Atları hamımız tanıyırıq, amma onların nə qədər möcüzəvi canlılar olduğunu çoxumuz bilmirik. Bilirdinizmi? Atlar insanın ürək döyüntüsünü və emosional vəziyyətini uzaqdan hiss edə bilir. Onlar qarşısındakı insanın gərgin, qorxulu və ya sakit olduğunu saniyələr içində anlayırlar. Əgər siz streslisinizsə, at da narahat olur. Amma sakit və inanmısınızsa, o da dərhal sizə güvənir. Atlar insanın daxili halını sanki bir güzgü kimi əks etdirir. Onların yaddaşı da inanılmaz dərəcədə güclüdür. Atlar gördükləri yaxşılığı da, pisliyi də illərlə unutmur. Bir insanı 10 il sonra görsələr belə, üzünü və davranışını tanıya bilirlər. Daha maraqlısı isə budur ki, atlar ayaq üstə yatanda yıxılmırlar. Çünki ayaqlarında xüsusi bir kilidləmə sistemi var. Üstəlik, qaçarkən atın dırnaqları qan dövranına kömək edir. Hər addımda dırnaqlar qanı yuxarı doğru itələyir. Buna görə də atın dırnaqları bəzən ikinci ürək adlandırılır. Bir atın sizə yaxınlaşıb başını sinənizə söykəməsi isə çox xüsusi bir məna daşıyır. Bu, atın dilində sənə tam güvənirəm deməkdir. Bu, dünyadakı ən saf və səssiz sevgi işarələrindən biridir. Bəs sizin atlarla münasibətiniz necədir? Atları sevirsinizmi? Fikirlərinizi rəylərdə yazın və bu cür maraqlı videoların davamı üçün faydalı info kanalını izləməyi unutmayın.